Salam müəllimlər, axşamınız xeyir olsun. Salam müəllim, axşamınız xeyir. Hər vaxtınız xeyir. Biraz gözləyək, sonra başlayacağıq. Əslində ona söz vermişdim. Dedim birdən yatarsız, ona görə tez başladım. Bugün hələ ki çərçivəni müzakirə eləyəcəyik, amma çərçivənin içərisində olan və yenilənən mövzuları artıq sabahdan başlayaraq YouTube kanalına yerləşdirəcəm. Kimlər ki kanala abunə deyilsə, oradan yeni baxıb ödənişsiz dərslərdən yararlana bilər. Ki səsləri zəhmət olmasa bağlayarsınız. Çünki mən bu dərsi video kaydını YouTube'a yerləşdirəcəm. Kimlər ki qoşula bilməyibsə, sonra baxsınlar. Könül İsmailova bağlayıram mən sizin səsi. Nəsə sualınız olsa deyərsiniz, əlavə səs gəlməsin. Aha, yavaş-yavaş başlaya bilərik. Müəllimlər, biraz vaxt eləyib, yəni ki, bir yarım saat olsun, özüm baxıb müqayisə apardım. İlk öncə onu deyim ki, yəni burada beynimizdəki sual budur ki, görəsən çərçivə sənədində çoxmu dəyişilibdir, nə kimi yeniliklər var, adi qarşılayır. Yəni bundan öncəki illərdə də çərçivə sənədini çıxardanda orada bəzi şeyləri ora əlavə edirdilər, bəzi şeyləri çıxardırdılar. Eyni situasiya ilə bu gün də qarşılaşırıq və deyim ki, əslində konkretləşdiriblər deyə bu sizin xeyrinizədir. Yəni müsbətdir də, müsbət anlamda indi danışacağıq. Məsələn, tutaq ki, əvvəl inklüziv təhsili ümumi verirdilərsə, bu ilki çərçivə sənədində biraz onu daha da konkretləşdiriblər və mən hər iki çərçivə sənədini burada açıb müqayisəli şəkildə sizlərə göstərəcəm. Bizim köhnə çərçivə sənədini siz zəhmət olmasa səsləri bağlayın. Sualınız olduğu halda bitirdikdən sonra izahı deyəcəm, suallarınızı verərsiniz. Deməli, bu çərçivə sənədində açıq, bir də bu il bizə təqdim olunan çərçivə sənədinə də baxaq. Bağlayıram səsi, çox xahiş edirəm. Səslərə nəzarət edin. Deməli, müəllimlər, başlayaq köhnə çərçivə sənədinə baxaq. Bax, görürsünüz ki, burada yəni gedişatda heç bir dəyişiklik yoxdur. 60 sual olduğu şəkildə qalacaq. Burada da 40 məzmun metodika, 20 sual da pedaqoji yanaşmalarla bağlıdır. Bu ilə yeni çərçivə sənədində də eyni qalıbdır. Gəldik artıq məzmun metodikanın bir də köhnə ilə yenisində müqayisəsinə baxmağa. Bunu keçək yeni çərçivə sənədinə. Deməli, yeni çərçivə sənədində nə görürük? Ən çox yeninin üzərində dayanacaq, müqayisəsini köhnə ilə sizə deyəcəm. Deməli, bir də məktəbə qədər təhsilin inkişaf sahələri və standartları qeyd olunubdur. İndi gəlin yadımıza salaq ki, bu məktəbə qədər təhsilin inkişaf sahələri və standartında biz əslində proqramı hazırlaşanda hansı dərsləri keçmişik? Müəllimlər, inkişaf sahələri bildiyiniz 4 inkişaf sahəsini nəzərdə tutur. Yəni fiziki inkişafdır, idrardır, estetik yaradıcılıqdır, sosialdır. Və standartlarda deyəndə bizim yəni proqramda, həmçinin vəsaitlərimizdə olan bu məzmun xəttidir, alt standartdır, əsas standartdır. Yəni bunlar nəzərdə tutulur. Bunu deməli biz keçirdik də, əvvəl də olub bu mövzular, indi də olubdur. Yəni burada xüsusi bir dəyişiklik yoxdur. Gəldik ikincidə, təlim fəaliyyətinin planlaşdırılması, təşkili, idarə edilməsi, dəyərləndirilməsi, proqnozlaşdırılması. İndi burada bu adı altında hansı mövzular var? Birinci olaraq baxaq. Təlim fəaliyyətinin planlaşdırılması, yəni bu kurikulum mövzusu olan planlaşdırmadır.
Burada cari və perspektiv planlaşdırma var idi. Bura əlavə olunubdur. Baxın, bu planlaşdırma hissəsinə əlavə olunubdur. Fəaliyyətlər arasındakı keçidlər, oyundan oyuna keçid. Gəlin indi bunu mən sizə burada göstərim. Düzgün istiqamət, iş üsulu, etik davranış qaydası. Yəni, ora bir dənə bizim əlavəmiz var. Siz də tapsanız buradan yenidir deyən, hələ mən də indi oxuyuram. Deyərsiniz mənə, oyundan oyuna keçid istiqaməti. İstəyir fəaliyyət, iş üsulları. Birinci yarısı. Demokratik dəyər gücü dəqiqə baxaq görək, çərçivə sənədindədir. Deməli, bu hissəni nəzərdə tuturam. Fəaliyyətlər arasındakı keçid və asudə vaxtın təşkil olunması. İndi orada pedaqoqun adını da çəkəcəyik. Yəni, planlaşdırma hissəsinə əlavə olunubdur ki, fəaliyyətlər arasındakı keçiddə oyundan digər oyuna keçid hissəsi. Bu əlavədir, yəni bu əvvəllər olmayıb. Amma belə planlaşdırmada biz cari və perspektiv planı onsuz da keçirdik. Təşkili və idarə olunması hissəsi. Təşkili deyəndə, idarə olunma hissəsi deyəndə, burada da mühit nəzərdə tutulur. Mühitin daxilində iş üsulları, iş formaları nəzərdə tutulur ki, onu da yeni çərçivə sənədində Səbinə Rəhimovanın adında qeyd ediblər. İndi metodik digər vəsait hissəsinə baxanda orada görəcəksiniz. Və idarə olunması hissəsində isə bizim normalda keçdiyimiz, məsələn, qrupun effektiv idarə olunma dərsində nələr var idi? Burada qaydalar əks olunubdur. Qayda, prosedur, gözlənti. Yəni, ayrıca qayda, prosedur, gözlənti adını burada yazmasalar da, amma o mövzu idarə olunma şəklində verilibdir bizə. Deməli, oradan sual düşəcək. Dəyərləndirilmə deyəndə biz bilirik ki, dəyərləndirmə, qiymətləndirmə mövzusunda olan addır və dəyərləndirmədən sonra bir də burada proqnozlaşdırma verilibdir. Yəni, proqnozlaşdırma növbəti il ərzində nəyə diqqət yetirmək lazımdır. Elə bir bu gedişat sizə nəyə göstərir? Bax, ardıcıllığına bunu diqqət yetirsəz. Əvvəlcə bizə plan qurmaq üçün, yəni nə edəcəyimizi göstərir. Ondan sonra təşkil eləmək üçün, yəni mən mühitimi necə təşkil edəcəm, bunu verir. Sonra dəyərləndirmə, qiymətləndirməmi necə aparacam və növbəti dəfə mən nəyə diqqət yetirməliyəm. Yəni bu gedişat bundan ibarətdir. Sualı nə edəcəyik? Necə qurmalıyıq mühitimizi və mən növbəti dəfə nəyə baxmalıyam? Yəni burada daha çox əks olunan metodika mövzularıdır ki, qiymətləndirmə mövzusu oldu, iş üsulları, iş formaları, mühitin təşkili, yəni daxili inkişaf elətdirici mühit, xarici mühit, burada həmçinin cürşələr də öz əksini tapır və planlaşdırma dərsi. Gəldi inklüziv təhsilə. İndi keçək köhnə vəsaitə. Deməli, köhnədə baxanda görürük ki, burada inklüziv təhsil anlayışı ümumi anlayış şəklində verilibdir. Yəni, ümumiyyətlə, inklüziv təhsilin adı keçir. Amma yenilənmiş çərçivə sənədində, yəni yenə də bu mövzu qalır, sadəcə olaraq burada alt kateqoriyalara bölünübdür və bu bizə nəyi göstərir? Bu il inklüziv təhsildən qəbula sual düşmə ehtimalı daha çoxdur. Yəni, mövzu kimi narahat olmayın da, əvvəl də oxumusunuz inklüziv təhsili, indi də oxumusunuz. Sadəcə bu dəfə üçün inklüziv təhsildə bir, yaradıcı öyrənmənin dəstəklənmə yollarına daha çox baxacaqsınız, yəni o hissəyə diqqət yetirməlisiniz. Həmçinin gender bərabərliyinin qorunması. Yəni, gender bərabərliyi bu, bilirik ki, onsuz da qız-oğlan bərabərliyi, uşaqlar arasında ayrı seçkilik halının baş verməməsi bu müəllimlərin etik davranış qaydalarında da var idi, qərəzsizlik adı altında. Sadəcə, indi bunu inteqrasiya eləyəcəklər inklüziv təhsillə. Yəni, əvvəlki çərçivədə inklüziv təhsil anlayışı daha ümumi şəkildə verildiyi halda, bu dəfə üçün də daha konkret verilibdir və bunu da 12-ci hissəyə baxaq. Baxın, burada metodik vəsaitin bu hissəsinə diqqət yetirin. Məktəb hazırlıq qrupunda inklüziv təhsilin təşkili, metodik vəsaitdə 2021-ci ildə olan. Yəni, bunu ayrıca verməkləri onu göstərir ki, inklüziv təhsil biraz daha genişlənib. Davam edirik digər hissə ilə. Tədbirlərin lap əvvəldədir. Gəldik sensor bacarıqların inkişafı. Bu mövzu zaten bizim proqramımızda var və keçirdik bunu ki, sensor tərbiyədir, sensor etalondur.
və sensor ümumiyyətlə inkişaf dərsi ilə bağlı PDF-ni yeniləmişdim. Ən son yeni qaydalara əsasən keçirik və bundan da qəbula sual düşsə, yəni bir probleminiz yoxdur. Fiziki tərbiyə, böyük, kiçik motor bacarıqlar, bu həm fiziki mədəniyyət məşğələsində öz əksini tapır. İndi bu çərçivə sənədinə baxanda biz burada fiziki mədəniyyət məşğələsinə ayrıca olaraq görməsək də, amma çərçivə sənədinə aşağıya baxın. Metodik vəsait hissəsində baxın, seyidli fərqanənin fiziki mədəniyyət məşğələsi ilə bağlı və əlavə olunaraq burada açıq hava oyunların təşkili və metodikası. Elə bil ki, inteqrasiya bacarıqlarına daha çox yer veriblər. Yəni fiziki mədəniyyətlə məsələn oyunların əlaqələndirilməsi. Bu da onu göstərir, yəni ki, bu mövzu da belə deyək də, fiziki tərbiyə anlayışı, yəni sizin üçün yeni deyil, sadəcə olaraq əlavə bir məlumat öyrənəcəksiniz. Təsviri fəaliyyət olduğu kimi yerində qalır. Təsviri fəaliyyətin də daxilində, yəni applikasiyadır, yapmadır, quraşdırma fəaliyyətləri, rəsm gedir ki, bunu onsuz da əvvəldə öyrənmisiniz. Ətraf aləmlə tanışlıq məşğələsi, nitqin inkişafı ayrılıqda veriləndə burada həm savad təlimi məşğələsi, çünki nitq 2 dənə məşğələnin daxilində gedir də ad olaraq bir ətraf aləmlə tanışlıq və sonra da savad təliminə keçir. Deməli, burada da savad təliminin özünün adı qeyd olunub. Bədii təfəkkürün inkişafı, məntiqi riyazi təfəkkür məşğələsinin inkişafı, uşaqlarda özünə xidmət əmək vərdişləri, bu pedaqogika dərsində, yəni əgər məlumatınız varsa, oxuyursunuzsa, orada ümumiyyətlə təlim, tərbiyə, təhsildən danışılır və onun daxilində tərbiyənin növləri var. Yenidən tərbiyə, özünü tərbiyə, sonra digər tərbiyə növləri, əmək tərbiyəsi, əməyin daxilindədir özünə xidmət bacarıqları, həmçinin əmək vərdişlərinin formalaşması. Yəni bunun üçün həmin dərsi oxumaq lazımdır. Oyunlar və oyunların təlimdə tətbiqi xüsusiyyətləri. Oyunlar mövzusu çərçivə sənədinin mövzusu idi, yəni əvvəldə olubdu. İndi də yenə həmin mövzuya diqqət eləyəcəksiniz, çünki hər il qəbula sual düşür. Və müəllimlər, burada bir şeyə diqqət yetirir ki, baxın, bu hissədə pedaqoji, psixoloji yanaşma hissəsində görürük ki, Vygotskinin adı var, Piaget'in adı var, Gardner'in adı var, həmçinin Montessori'dir, Waldorf'dur, Emilia'dır. Burada Waldorf'u dairəyə alaq. Və görürəm ki, Froebel'in adı yoxdur. Siz bura baxanda Froebel'i görmürsünüz, düzdür, verməyiblər. Amma bu deməkdir ki, Froebel'dən bu il qəbula sual düşməyəcək ki, yox, düşəcək. Niyə görə? Çünki Froebel'in hədiyyələrində orada oyunlarla bağlı məlumat var idi. Və əgər burada oyunların adı keçirsə, sabah qəbulda inteqrasiya eləyəcək Froebel'i oyunlar dərsinə sizə salacaq. Yəni, mən bayaqlarda paylaşmışdım statusda. Qətiyyən çıxarılan mövzulara arxain olub, yəni aranızda indi elə müəllim olar ki, hələ indi başlayır oxumağa. İndiyənə qədər hazırlaşan müəllimlərimizə onsuz da keçmişik. Onlar öyrəniblər. Amma elə müəllim olar ki, o oxumayıbdır. Və düşünür ki, Froebel yoxdursa, mən bunu oxumayım, xeyr. Bu artıq sizin üçün bir təhlükə olar. Çünki həmişə belə olur. Sağ göstərib sol vurmaq məsələsi olur onlarda. Yəni, bir də görürsünüz ki, imtahanda çərçivədə olmayan hər hansısa bir mövzunu gətirib saldılar. Ona görə sizin əlinizdə olan materiallarda, məsələn, Froebel varsa, siz onu öyrənərsiniz, oxuyarsınız. Və burada Waldorf'un adını niyə görə dairəyə aldım? Bu il Waldorf'dan qəbula düşmə ehtimalı çoxdur. Çünki biz köhnə vəsaitə diqqət eləsək, bircə dəqiqə. Gəlin bu köhnəyə baxaq. Bu köhnə olandır. Köhnə. Bax, burada görürsünüz ki, Piaget'in adı var, Vygotsky'nin adı var, yaş periodizasiyasının adı var. Burada da Froebel, Emilia'dır, Montessori'nin adı qeyd olunubdur. Yəni, bu çərçivə sənədində Waldorf yoxdur. Amma biz təbii ki, bunu keçirdik. Çünki Montessori, Emilia, Waldorf üçü bir yerdə öyrənilən bir nəzəriyyədir. İndi bu il onu göstərirlər ki, Waldorf'un adı xüsusilə vurğulayıblar ki, yəni bundan qəbula sual düşmə ehtimalı olacaq. Froebel də oyunlar dərsi adı altında düşə bilər. Yəni o nəzəriyyəni də yenə öyrənəcəksiniz. Davam eləyirik uşaqların məktəb təliminə hazırlığı. Bilmir, uşaqların məktəb təliminə hazırlığı bu motivasiya hazırlığıdır, sosial hazırlıqdır, yəni ünsiyyət hazırlığı, intellektual hazırlıq. İntellektual hazırlıqda deyəndə, bax, orada gedir psixoproseslər dərsi. Belə baxanda deyərsiniz ki, bax, müəllim, psixoproseslər yoxdur və o mövzunu biz niyə öyrənməliyik ki, yoxsa çərçivəmizdə yoxdur? Xeyr. Yəni, elə yanaşsaz çox yanlış olacaq və qəbulda siz 1-2 sual itirə bilərsiniz. Niyə görə? Çünki uşaqların məktəb təliminə hazırlıq dərsində 4 hazırlıq var. Yəni, bunun biri fiziki hazırlıq, ikincisi intellektual hazırlıqdır. İntellektual hazırlığa diqqət yetirsəz, orada diqqətin adı var, hafizənin adı var. Axı, diqqət, hafizə, təfəkkür, təxəyyül, bunlar da psixoproses adı altında gedir. Deməli, biz bu dərsin yanında həm də psixoproseslər mövzusunu öyrənməliyik.
Uşaqların yaradıcı düşüncələrini dəstəkləmə yolları. Elə yaradıcı düşüncəni dəstəkləmə özü bir növ təxəyyül, o da psixi proseslərin daxilində gedir. Yəni bu dərsin özü belə gedir, bir tərəfdən psixi proseslərə dayanır. Fəaliyyətlərarası keçid və asudə vaxtın təşkili. Bayaqları bunu dedik. Fəaliyyətlərarası keçiddə bir növ oyundan oyuna keçiddir ki, bu bizim bayaqları burada vurğuladığımız planlaşdırma ilə bağlıdır. Orada da səhv eləmirəmsə hansısa bir alimin adı qeyd olunub, indi onu aşağıda baxacağıq. Tədbirlərin və ekskursiyaların təşkili bu gəzinti ekskursiya dərsidir ki, bu da ətraf aləmlə tanışlıq məşğələsi keçəndə, yəni o mövzu keçirilməlidir və bir ay bundan öncə biz gəzinti və ekskursiya ilə bağlı ödənişsiz təlim keçmişdik. Yəni kimlər ki o videoya baxmayıblarsa, oradan baxıb yararlana bilərlər. Sizin bu mövzunuz da bir növ yeni deyil, yəni əvvəldə olubdu. Gəlirik cuşələrə. Cuşələr hissəsinə diqqət yetirsəz, indi qayıdaq köhnə vəsaitə. Deməli, burada diqqət eləsəz, müəllimlər, bunu silim. Mühit dərsinə baxan necə verilibdir? Burada mühiti necə görürsünüz? Əsasən fiziki, sosial, bir də zaman keçidini göstərmək, yəni cuşələr anlayışında. Axı orada əvvəlcə mühitdən danışanda fiziki, sosial, zaman mühitindən danışır. Amma bu dəfə üçün də inteqrasiya və burada təlimdə inteqrasiya anlayışı boşu-boşuna verilməyibdir. Deməli, mövzular arasında, bir növ cuşələr arasında, fəaliyyət mərkəzləri arasında bir əlaqəyə aid suallar paylaşılacaq ki, indi bununla bağlı artıq sabahdan başlayaraq mən özümdə Telegram kanallarında müəyyən testlər paylaşacağam. Yəni bu dəfə vurğulanan hissə əvvəlkindən fərqlidir. Çünki burada konkretlik daha çoxdur. Əvvəlində isə sadəcə ümumi mühit və cuşələr haqqında məlumat verilmişdi. Gigiyena qaydaları və ilkin yardım anlayışı. Bəli, gigiyena qaydaları və ilkin yardım anlayışı, yəni bizim birinci çərçivə sənədimizdə yox idi. Bu mövzunu əsasən vermişdilər, ART təqdim eləmişdi diaqnostika müəllimləri üçün, yəni işləyən sertifikasiya müəllimləri üçün, amma bu dəfə artıq işə qəbula da bunu gətirib əlavə elədilər. Ki o da burada hansısa bir maddədə olmalıdır. İndi aşağıda baxanda çərçivə sənədin metodik vəsaitində görəcəyik. Yəni bu bir növ yeni əlavə olunan işə qəbul müəllimləri üçün vacib mövzulardan biridir. Sertifikasiya müəllimlərində onsuz da çərçivə sənədində var idi. Və bunlarda ilkin gigiyena qaydalarıdır, ilkin yardım anlayışının olmasıdır. Bu da bir növ burada mühitin gigiyenası da var, şəxsi gigiyena məsələsi də var. Yəni ki, onun daxilində çox şey gedir. Hüquq vəzifə dərsi, uşaq hüquqları, bu elə hüquqi savadlıq bölməsi ilə bağlıdır və bu mövzular keçirilir deyə yeni deyil. Pedaqoji etika adı altında verilən bu müəllimlərin peşə bacarıqları, etik davranış qaydalarıdır daha doğrusu, etik davranış və müəllimlər etik davranış qaydasında, indi gəlin burada baxaq. Etik davranış qaydaları 2014-cü il yox, dəyişilib 2024-cü il əsas götürülür. Baxın bu hissəyə, 22-ci maddəyə. Deyir ki, təhsil verənlərin etik davranış qaydaları 2024 may 15 may qərarı. Bunlar bunu indi bura əlavə ediblər, amma artıq biz bir ildir bu yeni qayda ilə gedirik. Niyə görə? Çünki kurikulum kitabları yenilənəndə orada vurğulanmışdı ki, artıq məsələn konfidensiallıq adı yoxdur. Yəni bu mövzu əslində bizim müəllimlərimiz üçün yeni sayılmır və mən sizə bunu burada PDF şəklində endirmişəm. Gəlin bir daha buradan da baxaq. Əvvəllər məsələn etik davranış qaydalarında var idi. Peşəkarlıq, fərdi məsuliyyət, sonra konfidensiallıq. İndi onların adları yoxdur. Baxın müəllimlər, qanunçuluq, yəni bildiyiniz, loyallıq bildiyiniz, mədəni davranış bildiyiniz, qərəzsizlik anlayışı, sonra ictimai etimad anlayışı, sonra burada nə var? İnsan hüquqları, ən sonuncu insan hüquqlarına hörmət olandı, o da əslində konfidensiallığın yerini almışdı. Yəni bu sizin üçün düşünürəm ki, yeni olmayacaq, çünki onsuz da bu qayda ilə öyrənirdiniz. Köhnə çərçivəyə qayıtdıq. Bunu göstərir ki, yəni əvvəlki qayda yox, 2024-cü ilə əsasən veriləndən öyrənməlisiniz. Sonra valideynlə iş forması bu ailələrlə işin təşkil edir və burada bir məsələ var. Müəllimin ünsiyyət qarşılıqlı əlaqə əməkdaşlıq bacarıqları, konfliktlərin həlli xüsusən vurğulanıbdır. Bu uşaq böyük münasibəti. Burada həm müəllimin etik davranış qaydaları da əsas götürülür, həm valideynlə iş forması da əsas olacaq. Çünki məsələn
Konfliktlər ən çox harda konflikt özünü göstərə bilər? Məsələn, uşaqla bağlı hər hansısa bir məsələnin müzakirəsində və ya bullying halı baş verə bilər bununla bağlı. Yəni konfliktlərlə bağlı sualların düşmə, situasiyaların düşmə ehtimalı daha çoxdur. Ümumiyyətlə burada sizə təqdim olunan mövzulara 99% situasiya şəklində təqdim olunacaq. Sonra gəldik nəzəriyyə hissəsinə. Nəzəriyyə hissəsində Piagetin 2 və 7 yaş aralığına xüsusən baxırsınız. Çünki bağça aralığına düşən budur. Düzdür, öyrənəndə belə bütöv öyrənirsiniz, amma 2 və 7 yaş aralığında olan egosentrizm olsun, animizm anlayışı olsun, sonra uşaqlarda konsentrasiya anlayışının olmaması, yəni forma ilə məzmunu fərqləndirə bilməmək, transduktiv məntiqin olması, yəni səbəb-nəticə əlaqəsini düzgün qura bilməmək. Məsələn, uşaq deyir ki, bu gün günəş çıxmayıb, ona görə də yox, axşam mən yatmamışam, ona görə bu gün günəş çıxmayıb. Yəni bir növ səbəb və hava buludlu olduğu halda uşaq səbəb-nəticə əlaqəsini yanlış götürür. Yəni 2 və 7 yaş aralığına daha çox fokuslanırsınız. Vygotsky'də əvvəllər bilirsiniz ki, yaş periodizasiyası da var idi, amma indi o nəzəriyyəni adını buradan çıxardıblar. Əsasən əlavə eləyiblər, yəni qalıblı sosial inkişaf nəzəriyyəsi. Burada da daha çox scaffolding anlayışı və yaxın inkişaf zonasına baxırsınız. Gardner nəzəriyyəsi də bu da elə olduğu kimi yerində qalıbdır. Sonra uşaq şəxsiyyətinin formalaşması. Tələbatlar dərsidir müəllimlər bu. Ünsiyyət tələbatı olsun, emosional tələbat olsun, iradi tələbat olsun. Tələbatları zaten keçirdik deyən, bu da sizin üçün yeni sayılmır. Montessori Emilia Waldorf yanaşmasında bunu vurğuladı ki, Waldorfa burada xüsusən vurğulayıblar. Həmçinin uşaqların yaşına görə öyrənmə xüsusiyyətləri, bu yaşına görə öyrənmə xüsusiyyətləri gün rejimi dərsində uşaqların yaş kateqoriyalarında orada əlamətləri verilir. Oradan yəni məlumat alıb oxuya bilərsiniz. Əlavə olaraq da uşaq şəxsiyyətinin formalaşmasında ünsiyyət tələbatı, emosional iradi inkişafı vurğulayıblar ki, bu da elə bir növ tələbat dərsinə istinad edir. İndi gəlin burada metodik vəsaitə diqqət edək əvvəlki illə müqayisədə. Baxın, köhnədən olan metodik vəsaitdə məlumat yalnız bu bir vərəqdən ibarətdir. Və buradakı məlumatlar elə bil digərində bu il bizə təqdim olunanda daha geniş şəkildə verilibdir. Burada diqqət edərsəz, baxın, artıq 2 vərəq demək olar ki, qeyd olunubdur. Və dəyişikliklər də elə bil ki, müəllimlər, yuxarıda verilən çərçivə sənədində adı vurğulanmayan mövzular bu hissədə qeyd olunub. Məsələn, orada etik davranış qaydası adını tapmasanız da, amma siz burada nə gördünüz? Təhsil verən etik davranış qaydaları və ya tutaq ki, uşaq yönümlülük prinsipi yuxarıda qeyd olunmamışdı, amma burada verilibdir. Sonra açıq havada oyunların təşkili sırf ayrıca bir material kimi burada qeyd olunubdur. Sonra məktəbə hazırlıq qrupunda günün birinci yarısının planlaşdırılması. Bu da bayaqları vurğuladığımız planlaşdırma hissəsinə aiddir. Rəhimova Səbinə baxın. Burada iş formalarını ayrı veriblər, iş üsullarını ayrı veriblər. Əvvəlkinə baxanda, yəni köhnə çərçivə sənədində yalnız Səbinə Rəhimovanın adında iş formaları verilmişdi. İndi iş formaları, iş üsulları bir də günün birinci yarısı ilə bağlı verilibdir. Deməli, bu pedaqoqun vəsaitlərindən və ya bu təqdim elədiyi yanaşmalardan qəbula sual düşmə ehtimalı çoxdur. Belə iş üsulu, iş forması olduğu şəkildə qalıbdır. Sadəcə burada xüsusən ayrıca həm iş üsulunun, həm də iş formalarını vurğulayıblar. Uşaqlarda qaməti necə düzgün saxlamaq, necə düzgün formalaşdırmaq, bu da ayrıca olaraq bir mövzu şəklində verilibdir. Məktəbə qədər təhsilin proqramı bu 54 səhifəlik kurikulum kitabını nəzərdə tutur ki, zaten hər bir imtahana hazırlaşan müəllim həmin o vəsaitdən düzgün şəkildə istifadə etməlidir. Sonra məktəbə hazırlıq qruplarında işin təşkili. İndi bunların hər biri ilə bağlı nitq olsun və ya sadə riyazi təsəvvürlərin formalaşması olsun. Artıq sabahdan başlayaraq bir-bir, yəni sırf nələr əlavə olunubdursa, mən mövzuları sizlə paylaşacağam. Belə baxanda nə gördük burada? Yəni xüsusən gördünüz ki, böyük bir dəyişikliklər eləməyiblər. Sadəcə olaraq mövzuları biraz da daha da konkretləşdiriblər, genişləndiriblər və burada bizim gördüyümüz ən çox dəyişikliklər inklüziv təhsil anlayışında oldu. Sonra gigiyena məsələləri ilə bağlı oldu, mühit anlayışı ilə bağlı oldu. Bir də nəzəriyyələrdən birinin adı çıxarılıb, biri əlavə olunub, amma gedişat eyni qalacaq. İndi əlavə olaraq nəsə, yəni bu çərçivə ilə bağlı sualınız varsa verin və ya əlavə olaraq hansısa bir mövzudan sizin ehtiyacınız olan, bilmək istədiyiniz, çətinlik çəkdiyiniz xüsusi bir mövzular varsa, mənlə bölüşə bilərsiniz ki, ödənişli dərslər silsiləsində onları da keçək sizlər üçün. Axşamınız xeyir, necəsiniz? Axşamınız xeyir, çox sağ olun. Bəli, buyurun. Müəllimə, o aşağıda yaşıl rəng olan
linklər var Ədəbiyyat. idi. Onların Bəli, bəli. ədəbiyyatları necə mən üstündən vururam, girə bilmirəm. Necə əldə Mən eləyə açıb atacağam. Yox, mən elə bayaq oradan götürmüşdüm. Açıb qruplara göndərəcəm. Siz mənim hansısa bir qrupumda varsınızsa, ən çox bu link paylaşdığım qruplara, orada varsınızsa, hə, ora atacağam. Demək olar ki, bugün axşam 1-ə 2-yə qədər gecə yatmayacağam. Elə onları göndərərəm. Hansıları Çox ki, sağ olun. endirsəm atarım qrupa. Təşəkkür edirəm. Yadımdan. Aha, sağ olun, siz sağ olun. Qeyd də elədim müəllimə, dəftərə atacağam. Yəni mən sizlərə məsləhət görürəm ki, heç də həyəcanlanmayın, heç də narahat olmayın. Yəni bəzən qruplarda sizi narahat eləyən SMS-lər görə bilərsiniz, həyəcan təbili çala bilərlər qorxutmaq üçün. Qətiyyən elə şeylərə, yəni panikaya düşməyin. Onsuz da öyrənəcəksiniz, onsuz da o imtahanı verdiyiniz vaxtı bu mövzularla tanış olursunuz. Yəni heç də stresə girməyə ehtiyac yoxdur. Yəni xüsusən də böyük bir dəyişiklik də eləməyiblər. Ona görə rahat ola bilərsiniz. Ən əsası yeni dəyişiklik olan mövzulara fokuslanın. Çünki onsuz da əvvəlkiləri oxumusunuz, bilirsiniz. Yenilərdə biraz daha çox diqqət eləyərsiniz. Yaxşı olacaq imtahanınız. Ürəyinizi Müəllimə, yəni sıxmayın. Müəllimlərin də onsuz da dəstəyi olur. Bəli, çox bəli. sağ Buyurun. olun. Gözəl məlumat verdiniz həqiqətən. Çox Salam, Sağ olun. axşamınız yararlıdır. xeyir müəllimə. Bəs Axşamınız bu xeyir. sertifikasiya imtahanı MİQ-dən öncə olmaq ehtimalı böyükdür, yoxsa ki, o da naməlumdur? Əslində naməlumdur Könül müəllimə. Sadəcə MİQ və sertifikasiyanın elə çərçivə sənədi düşünürəm ki, bir dənə bu çərçivə sənədini çıxardıb belə bunu verəcəklər həm MİQ-ə, həm də sertifikasiyaya. Çünki həmişə bir dənə çərçivə sənədi çıxardırlar. Amma hansının daha əvvələ düşməyi onu dəqiq deyə bilmərik, yalançı olarıq. Yəqin ki, 1 ay qalmış, 2 ay qalmış deyəcəklər. Çünki bu çərçivə sənədinin çıxmağı onu göstərir ki, bəzən müəllimlər sual verirlər ki, ya sertifikasiya ləğv olacaq, ya bu il işə qəbul olmayacaq. Beyindən o sualları götürmək üçün bu çərçivə sənədinin əslinə çıxmağı yaxşı oldu ki, yəni bu o deməkdir ki, imtahan olacaq. Sadəcə dəqiq tarixi onu bilmirik biz də. Çox sağ olun. Gözəl Siz sağ məlumatlar olun. verib siz vaxtınızı ayırırsınız. Çox sağ olun. Siz sağ olun müəllimə, siz sağ olun. Başqa əlavə məndən soruşacağınız suallarınız varsa deyin müəllimlər. Yoxdursa, mən yekunlaşandan sonra biraz məşğul olacağam ona görə. Yəni kimsə nəsə soruşmaq və ya xahiş edəcəyi bir mövzular varsa, fikriniz varsa deyə bilərsiniz. Aha, belə görürəm ki, yoxdur. O zaman sağollaşaq. Mən hər iki çərçivə sənədini qrupa göndərəcəm. Sonra bu videonu da YouTube-a yerləşdirdikdən sonra atacağam. Baxarsınız. Sabahdan da YouTube-u izləyə bilərsiniz. Sizlər üçün faydalı həm məlumatlar, həm də testləri Telegram kanalına göndərəcəm. Gecəniz xeyrə qalsın. Sağ olun. Qoşulduğunuz üçün çox sağ olun. Gecəniz xeyir. Xeyrə qarşı. Hələlik.